Əczaçılıq marketinqinin nüfuzlu mükafatı yeni mövsümə start verdi. Əczaçılıq marketinqi və kreativ sahəsində keçirilən Mad Men Awards 2026 mükafatının 8-ci mövsümü üçün müraciətlərin qəbulu iyulun 15-dən başlayıb. 2019-cu ildən təşkil olunan müsabiqə indiyədək 400-dən çox layihəni bir araya gətirib. Qalibləri isə 150-dən artıq sahə eksperti qiymətləndirib. Bu il mükafatın Mad Men Kreativ və Mad Men Marketing bölmələrinə yeni nominasiyalar əlavə olunub. Eyni zamanda Mad Men Business və Mad Men Excellence kateqoriyaları da saxlanılıb. Bu mövsümdə təşkilatçılar Rusiyada insultla mübarizə aparan ilk ixtisaslaşmış fond ilə tərəfdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində sosial kampaniyalar və sosial layihə nominasiyalarına təqdim olunan işlərdən əldə edilən vəsaitin bir hissəsi fondun xəstələrə, onların ailələrinə və həkimlərin təhsil proqramlarına dəstək layihələrinə yönləndiriləcək.